Bir həftə 10 gün bundan öncə Azərbaycan mətbuatı barbar bağırırdı ki, ay aman qoymayın, prezidentin nəvəsi Əli gəlibdir İsveçrədə neynir, kayf eləyir. Bax, həmin İsveçrədə prezidentin nəvəsinin yaxta sürdüyü göldəyəm. Necə yerdir, ləzzət eləyir? Hə? Kayf də. Mən niyə burada kayf eləməyim ki? İlham Əliyevin nəvəsi Azərbaycan xalqından oğranan milyardlarla gəlib kayf eləyir. Mən öz halal pulumla. Ona görə də bu günləri yaxşı yaşamaq gözəldir. Daha da yaxşı yaşamaq ondan da gözəldir. Söhbətini mən demişəm, mən. Özünüzdən müğayət olun. Deyiblər saat 4-də yağış yağacaq. Buludlar da gəlir, nə gəlir. Mən yavaş-yavaş cırım aradan. Emin Ağalarova uğurlar arzulayıram. Azərbaycanın xalq artisti, milyarder, müharibə vaxtı doğuşan kimi gizlənmişdi. İndi Sibris tikir, Füzulidə 34 milyon pul ayırıblar, güya binalar tikəcək. Oradan uğurluyur, oğlu da gəlir burada kayf eləyir. Niyə də eləməsin ki? Yeməyənin payını yiyərlər. Mənim haqqımı bərpa eləyin. Emin Ağalarov, qaynatamın əlinə verin. Emin Ağalarov, qaynanan Mehribanın əlinə verim, İbrahim Mehrəmliyə görə. Adım kimi əminəm ki, bu videonu Emin Ağalarov sən də izləyəcəksən. Oğlun Əli də izləyəcək, Mikail də izləyəcək. Kayf eləyirsiniz, eləyin. Amma məni kimi kişilərin haqqını bərpa edin. Aynən özünüzdən müğayət olun.